O bədən və ruh arasında bağı anlayan bir analitikdir. Hər şeyi öz təbii axışında qəbul edərək təkmilləşə bilər. Yəni seansda öyrənəcəyi nüans hər şey olduğu kimi qəbul etmək və təslimiyyətə keçməkdir. Bunu zaten seanslarda edirik. Onun uyğun partnyor kimdir, iş nədir, missiya nədir və s. Qızlar ruhsal yüksəliş üçün bu yollardan istifadə etməlidir. Bir, başqalarına təmənnasız kömək etmək, onların daxili narahatlığını yox edir. Yəni bir qız bürcü narahat olduğu anda gedib birinə kömək eləməlidir. İnsanlığa xidmət əsasında. Bəli, insanlığa xidmət onların şəfalanma yoludur. Qız bürcü həzm sistemini təmsil edir. Sağlam qidalanma və bədəni toksinlərdən təmizləmək onların zehnini və ruhunu açır. Hər anı, hər hərəkəti şuurlu şəkildə etmək qız bürcü üçün ən böyük meditasiyadır. Yəni indiki anı öyrənmək üçün onlara vacibdir. Bu əsəbi olan bir qız bürcü nə etməlidir? Gedib fayda verməlidir.